Neyniyim, nə danışım? Gayet Nasıl daldı be? Girim. Deyilənə görə bu hissə Praqadakı məşhur, hansı bu hissə? Praqadakı əvvəl ola... Len dediğinden devam eləsək, dan bonus. Yaxşı, gəlin başdan başlayaq. Hər kəsə salam, yeni bir vloga xoş gəldiniz. Bugün Aberdin vlogu çəkirəm. Gördüyünüz kimi şöminə başında oturmuşam. Bununla bağlı ayrıca bir video da çəkəcək, amma bu gələcək daha doğrusu. Amma bu videoda Aberdini tanıdacağam, gəzəcəm və gəzdikcə də sizə də göstərəcəm. Hələlik sağ olun. Evdən çıxdıq hal-hazırda. Burada belə bir parkımız var. Və belə bir çay var. Biraz yaxına gedim çəkim. Orada yarışlara hazırlanırlar deyilənə görə. Nərmin xanım gəlir. Şu tur qaydımız Nərmin xanımdır. Mən gəzdirəcək Aberdini. Nə demək istəyirsiniz? Mikrofonu taxmaq istəyirəm. Salam. Tur qaydımız. Bəli, bugün sizlə Aberdini gəzməyə başlayırıq. Arxadan millət idman eləyir. O sırada bizim minimal keyif. Aha. Bəli, let's go. Devam edelim. Sizə bir dənə fun fact. Suda dəniz kənarına gedəndə çox vaxt hamının bildiyi belə qəribə dəniz qoxusu deyilən bir şey var. Bu həm suyun duzluq dərəcəsinin nə qədər önəmli olduğuna bağlıdır, həm də deyilənə görə, mən də deyənlərin yalançısıyam, dənizdə ya da çayda nə qədər çox balıq varsa, bu iyi həmçində onunla da bağlaşdırılır. Bunu necə yoxlaya bilərik bilmirəm, amma quşlar çoxdursa deməkdir ki, balıq və xərçəng də çoxdur. Və hal-hazırda da quşlar parti qrup burada oy verirlər və balıq axtarırlar, görürsünüz. Deyilənə görə körpünün bu hissəsi Praqadakı məşhur körpüyə oxşuyur. Heç də bunu deyirdim. Dayı elə qulaq asır ki, elə biləcək məşhur YouTuber zat. Burada mənzərəmiz var. Bu tərəfdə isə liman. Hara gedirik indi? Şəhərin mərkəzinə gedirik. Şəhərin mərkəzinə gəzəndən sonra dəniz kənarına gedəcəyik. Tamamdır. Gezəcək. Amma havadakı bəxtimizdən biraz Hava biraz soyuğumsu. Amma neysə ki mənzərəmiz çeviriyoruz. Mamma mia. Bu uzun pilləkənlər mənə Edinburghu xatırlatdı. Doğrudan hər yer boz deyə. Glasgow-da belə deyil. Şəhər adının haqqını verir. Eynən. Maraqlı. Burama daha çox belə kraliyyət vibe verir sanki. Düzdür, Edinburgh Street parklar da məşhurdur. Hə. Hi. Evet arkadaşlar, devam ediyoruz. Şəhər gezimizə. Direklə. Direkt devam edirik. Direkt devam. Sən həmin mən direkt dans eləyəndə barber shopun içindəkiləri görməliydim. Orada. Rezil olduk baba. Mən də fırlanırdım ki, buradan gəlin. Bəli dostlar, Aberdinin mərkəzindəyiz. Aberdin Mərkəzi Park. Bəli dostlar, arxamızda normalda öncəsində Queen Theatre vardı. Her Majesty Queen. İndi Queen öldüyünə görə onun yerinə His Majesty King Theatre var tam orada. Bu park Aberdində insanları welcome edən bir parkdır. Bizi hal-hazırda fırlana indi ora düşəcəyik. Yuvarlanırıq və gedirik. Aa, nə qəşəngdir burada. Hə. Yəni boyumuz çatmır. Sən isə orada sürüş aşağı düş. Aa, sürüşmək? Necə? Hə, bir də burada sürüşüm aşağı düşürsən. Amma kofem bəs. Mən tutacağım da. Hə, tamam. Gətirəm sən. Həyecanlandım. Başı aşağı düşürsən. Kofe üstümə dağla. Yıxılmaram da yəqin. Yox ha. Ya Allah, gedirəm. Ay Allah, video səsim buradan düşür amma biraz qorxuyorum.
Mission completed. Hə, Nərmin gələnə qədər. O da Nərmin də o tərəfdə danışırsa, indi ikimizdə necə olur bəs? Yox, danışmırmışam. Qəşəng idi. Çox qəşəng ideyadır ya. Ay, nə qəşəng parkdır bu. Şeylər də var. Çiçəklər, nərgiz gülləri də var çoxlu-çoxlu. Bəli. Aberdeen welcome'layır Ay, bizi. mən buradan danışıram, videoya səs düşür. Parkımızın girişi. Nailə aşağıda qaldı, sürüşdü, getdi Sağ ora. olsun Nərmin, kameramanlıq edir. Nailəni görürük hal-hazırda. Nərmin, ikimiz də danışırıq bu arada. Doğruda. Emin mən necə düşəcək. Ay, gözümə girdi. Nailə ilə eyni vaxtda danışırmışıq. Aa, bu nədir? Aa, buna baxın. Hadi buradan. Hamaka get. Mən qoy o tərəfdən şey yapım. Minimal rahatlıq səviyyəsi. Oh. İmtahanları verəndən sonra mən həmdən dissertasiya birincisi salam. Oh, güzel. Gəlirəm. Gəl, gəl. Nailənin kofesi, free delivery, flagship reklam. Gedirik. Nailəni gözləyək. Orada bizi gözləsin. Nailəni gözləyək, orada bizi gözləsin. Dil desən yox. Bəli, bayaq dediyimiz His Majesty teatrı. Burada Aberdeen yazısı. Burada da həmişə çıxmaq istəmişəm ki, üstündə tullanım. Bu parkı çox sevirəm. Nərmin Qəşəng gəlir güllər var. yavaş-yavaş, yaxınlaşır, Elə. gülləri çəkir oradan. Əslində Mən də buradan buradakı rəngi hoppanım. istəyərdim ki, görəsiniz. Amma görə bilmirsiniz. Görək, Çünki mən telefonda görəcəm. elə də gözəl çıxmır. Tırın, 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 tırın. Görüşdük. Görüşdük. Görüşdük, nə çətin. Ayrıldıq, ayrıldıq, nə asan. Hardasan? Hardasan? Buradayam. Hardasan? Buradayam. Bu da səs salır, nəsə? Məncə o səsi yoxdur. Ondan deyəsən flüt səsi gəlir. Hə. Aa, bebeğim. Qız düşsəydin də binərdim. Yenə səsli düşür. Qız qayıdırdı ki, hə, ok. Ay. Hə, düşür. Davay Nayəsədən performans Başlayırıq. gözləyirik, bəli. Bu kadar. Chopin diye, Chopin. Aa, yağış yağır. Bəlkə yağmurluq reklam eləyim burada. Sarı çıxardıram bunu. Deməli, bura Qranit şəhəri adlanır və Qranit şəhəri adlanmağının səbəbi ancaq şəhərin Şəhər ancaq boz olduğuna görə Qranit şəhər adlanmır. Həmçinin qranitdən çox istifadə olunduğuna görə və mədənçilik də burada inkişaf etdiyinə görə Qranit şəhər adlanır. Həmçinin balıqçılıq da burada çox inkişaf eləyib və və hal-hazırda biz gedirik. Sən de. Mən yadımda qalmadı. Şey uçsun, saçım qəşəng uçsun. Bayaq da verdiyimiz məlumata əsasən bura balıqçılıq şəhəri hesab olunub, neft qaz tapılmamışdan öncə və balıqçılıq şəhəri olduğuna görə burada bir çox kottecləri biz görə bilərik. Həmçində burada balıqçı qəsəbəsi var. Balıqçı qəsəbəsindən qovulmadan oranı çəkib sizinlə paylaşmağa çalışacağıq. Yağış başladı. Welcome to UK. İki də tezlə. Dəyiş. Dəyiş. Güzel. Okeydir. Okay. Thank you. Çəkdik. Ayda yağış yağır. Bilməm videoda düşür yoxsa yox. Amma biraz artdı qayağa baxanda. Videoda düşürüyorsa o sırada biz.
quruyarıq inşallah. Bəyəndim, qəşəngdir. Və sanki göstərib ki, yəni bura, bu tərəfə gəlin. Bəli. Heykəldə də olduğu kimi. Direction desəm var. Qranitlərə əlavə olaraq demək istəyirəm ki, Londondakı London Bridge bir sıra körpülərin hazırlanmasında Aberdindəki qranit daşlardan istifadə olunub. Yəni buradan Londona gedib. Həmçinin bir çox məşhur insanın da heykəlini hazırlamaqdan ötürü, daha doğrusu memorialını hazırlamaqdan ötürü istifadə olunub. Aberdin Şimal dənizinin yanında yerləşdiyinə görə 1700-1800-cü illərdə piratlar bura tez-tez hücum eləyiblər. Nailənin dediklərindən də yola çıxaraq Şimal dənizi sahillərində yerləşdiyinə görə bura 1700-1800-cü illərdə burada yaşayan insanların %30-%40'ı Amerikan Rüyası adı altında gəmilərə minərək birbaşa Amerikaya və Kanadaya səfər etməyə başlamışlar. Və o zamanlarda burada insanlar qalmamışdı və bu da insanları narahat eləməyə başladığına görə artıq onlar yeni məşğuliyyətlər tapmaq istəyirdilər və balıqçılıqdan əlavə də burada qranit çıxarılması və digər mədənlərin çıxarılmasında çalışırdılar. Və 1970-70-ci illərə qədər isə burada balıqçılıq inkişaf elədiyinə görə hətta gələn insanlar bəzi yazılarında qeyd edirdilər ki, bütün şəhərdən balıq iyi gəlir. Yəni özünüzü SpongeBob kimi təsəvvür eləyə bilərsiniz. Patriksiz SpongeBob. Və bir çoxunuz yəqin ki, Şotlandiyada William Wallace'ın nə qədər önəmli bir insan olduğunu bilirsiniz. Əgər bilmirsinizsə, gedin öyrənin. Wallace. Dans gözləyirdim. Gordon's College. O granit binanın yəni college'dir. Buradan da girişi var və biz indi onun arxasına gələcəyik. O məşhur granit bina ki var, hər kəsin görmək istədiyi gotik style olan Almaniyadakı binalara oxşayan, onu hal-hazırda veriblər istifadəyə Robert Gordon's College-ə, bir də həm də onun içərisində polis departamenti var. Biz onun da arxa tərəfdən əsas hissəsini görəcəyik. Bəli, bir neçə dəqiqə sonra. Bəli. Bu nə binası? Kilsədir? Bu kilsədir, hə. Bura girə də bilirik bu arada. Burada hə girə bilərik. Hardan gidirik? Oradan sağdan gidirik. Sayağı sakuramız. Biraz qəbristanlığın yanı oldu. Mənzərə desəm var, cəmaatın yatdığı yer. Sən həyətindəyik hal-hazırda. Burada belə qəbir daşları var. Bu məşhur adamlarında onda. Bəlkə də var içlərində, amma spesifik məşhurlar üçün deyil. Hətta bəzi qəbirlər 1700-1800-lərdəndir. Hətta bu yerdəkilər də qəbirdir bu arada. Bunlar? Bəziləri qəbirdir, hə? Yazı üstündə, məsələn, bu qəbirdir. Glasgow-da nekropolisdə də getmişsən ora? Yox. Orada da belə var. Burada bir qağayımız var. McDonald's yeyir. Acdı yazdıq, heç nə yemir. Çox yaxınlaşma məncə. Üstüvə tullansa heç nə. Sən demişdin də sendviç məsələsini, dostlara bilgim. Aha, danış. Bir gün gəlmişəm təzə, buradayam, acdım. Girdim mağazinə özümə sendviç almağa. Özüm üçün əlimdə yeyə gedirəm. Hər şey çox gözəl. Əlimdə belə tutmuşdum ki, çantadan bir şey çıxardım. Qağayı arxadan plan qurub gəldi. Mənim sendviçimi yedi, qapdı və barmağımı, baş barmağımı dişlədi, getdi. O gündən sonra travmada mən onları sevmirəm. Bax, küssü gedir o da. Getsin. Arxasını çevirib. Nəsə tədbir var oradasa? Mahnı oxuyurlar, orada həmişə oxuyurlar, gedərik, oradan keçəcək onsuz da. Allah. Hətta istəsən gəl oradan keçək. Gedəyəm. Necə hüzurlu yerdə yatırlar. Hə, həqiqətən. Elə bildim əvvəl əsinir səni. Bu qədər uzağam, sinqırlıqdan. Daimi çəkin olur. Çəkdim, hə. Deyəsən dini mahnıdır bu. Çünki qabağında... Ola bilər. Buyurunuz. Très gothique, très gothique. C'est gris.
La place, c'est très gris, c'est très grand, c'est très gothique. Ici, tu peux trouver le collège Robert. C'est pas Robert, c'est l'autre collège. Et s'il y a un département de police, tu peux trouver les polices, tu peux t'appeler les polices et il va t'aider. Aussi, il y a des fontaines, les gens qui parlent, je sais pas quoi, mais ils parlent aussi. On Merci y va. beaucoup. Ah, je vous en prie. Oui. Yukarıda kuş vokal verir. Herkese yüklenen milli nene mahnısı. Bugün sizin efirlerinizde fontandan bir yerde. Ve vokalistimiz Kuş. Deyir ki, əgər sən doğulanda evdə bu mahnı çalırsa, bir iki kəsim Bəli, bəli, bəli. Təəssüflər olsun ki, biz də eşitmişik. Nənələrə yüklənən Bəli. Elə bilmiş ki, gotik tərzi bir paltar geyinərdim. Bura uyardı. Granit. Amma mən də burada Glasgow-nu təmsil edirəm. Qəşəng. Yeee! Challenge accepted. Ah, heç olmadı. Fışkırmadı. Görürsən, indi də keçim. Birdən fışqırar səncə? Hər şey ola bilər. Oy da uşaq soyuqda ayaq yalın. Onlar öyrəşiblər bu hava şəraitini. Onlar bizim kimi Qafqazdan gəlməyiblər. Oy da,ağır uşaq. Nə üzünə fışqırar? Bizim isteklər. Should take about an hour and a half to walk left. So that's still fun. No. Qalaya oxşur. Şirekin qalası. Mən də Fiona. Bəli, Amerika kimi. Hər şey var burada. Gəmi muzeyinə. Bebeğ. Burada məndən biliyi gözləməyin. Bu şeydə də var idi. Liverpoolda da muzeydə var idi bunlar. Mənə xoşum gəlir, gəmiçiliyə belə xüsusi marağım var. Suraxanı gəmi muzeyinə getmişdim Bakıda, çox qəşəng idi. Restoran, gəmi muzeyi, mən ora hələ ki getməmişəm. Getməmisən? Bu dəfə gedəcəm ona. Söz verirəm özümə. Çox qəşəng idi. Orada hətta belə şeylər qoymuşlar, oynaya bilirdin, gəmi. Burada yuxarıda da var. Var. Biz, burada belə qayıq nümunələri Biri mənim olsun. olsun. Tart olsun. Tart olsun, içində meyvə olsun. Gəminin qabağında qoyulan heykəl oldu. In 1991, Aberdeen welcomed for the first time an awesome armada of sailing ships from around the world for the Cutty Sark Tall Ships Race. Bu nə üçündür? Diving. Bu ayaqqabılar əsildir. Bunu yalan deyərəm, amma deyəsən hə, ülkədir, amma. deyəsən hə. Bunlar böyle şey ağır değil. Amma su qoxdu mu içində odur? Şeydir, suya axı sən su yuxarı qaldırır normalda. Sən dərin bir şeyin düşməsən ki, yerə basa biləsən, ona görə elədir. Sən buna bax. Uzay aracı kimi. Bu amma indi belə istifadə olunmur. Deepest Point, onda da bu qəribə şeylər görüblər. 5600-də belə heyvanlarca görünüb. Onun o tərəfə onsuz da getməyiblər. Mariana çuxuru 10.994-dür Mariana şeyi, çökəkliyi. Məsələn, amma cəmaət hara kimi ən çox enib? 10.898-ə kimi James Cameron 2012-də şeylə enib. Maraqlı. Hə. Bir adaya düşmüsünüz. Yanınızda Nailə var, əlində kamerasından. Onun xaricində 2 şey götürsəz, nə götürərsiniz? Düşünün. Kommentlərə yazın. Kommentlərə yazın. Gözləyirik. Nə götürərsiniz? Bəlkə Nailəni ada xaricində qoyub onun yerinə 3 dənə bir şey götürmək istəyirsiniz, o da ola bilər. Amma mən olsam Nailəni götürərdim. Nə? Ən pis halda Nailəni yerik. Ac olsaq. Qalan 2 şeyi siz deyin. Gözləyirik. Kommentlərdə görüşək. Dəstək gözləyirik. Dəstək.
Pirat gəldi. Necə yəni 15 dəqiqəyə gəlirik? 15 dəqiqəyə gəlirlər deyir. Pirat da girdi də gəmimizin içinə. Danışır ha burada. Bəli, oradan hal-hazırda piratlar gəlir. Gəmi kapitanı. Alo. Alo. Acil durum. Acil durum. Gəldilər. Abi Necə? geliyorlar abi. Abi geliyorlar abi. Qeybətə qulaq asırsan, niyə cavab vermədilər orada? Bitti. İşte gidiyorum. Bir şey, kapitan gemini terk etti. Bir şey demeden. Rəsm əsərimiz var. Açıq arttırmada satırıq. Çəkəcəm. Dənizlə bağlı. Neçə satacaqsın? Hə? Neçə satacaqsın? Qiyməti yoxdur. Dayı varmış. Dayı da qayda bizə deyir, siz də varsınız yəni. Köhnə ilənir bura, köhnə. Belə bir nələrdir bunlar nədir? Nişanlar falan. Amma master degree siz oxuyuz da. Mən gəmi bilmirəm. Şey gemi. Ben gəmi bilmiyorum. Bax, did you know that deyir, oxuyuz. Aha. The technique of small lining was described by words unintelligible to an outsider. The backward line had snoods attached. Oxford joined the... İzləyicilər, biz İşte başım. Hiç anlamadım. gör bunları, Oxford lüğəti. Tamam. Bir dənə incə bellim. Bilmirəm ki. Sen oku. Servantımız var. Servantımızı çəkək. Cehizlik. Ay, nə qəşəngdir. Aa bax, Fisherfall Cottage. Fikir verirsənsə bizim evdə də buna oxşayan şeylər var. Çünki niyə? Biz də Çünki o cottage'da vaxtdan yaşayırıq. Bəli. Biz də cottage Ay, insanıyıq. nə qəşəngdir. Biz də birileriyiz. Köçməyə qərar verdin yoxsa? Oh yeah, жизнь марам, всему сердечный салам, всему сердечный салам, всему сердечный салам. Uşağımızı oyun yerinə gətirmişik, görək. Əqli inkişafı yerindəsə oyundan keçəcək. Estağfurullah. Quşu sən sürmürsən amma. Bildim onu. Bilmədiyim prosta. Məncə sadəcə informativ bir şeydir, hə. Oyun ola bilsin o birisi tərəfdədir. Zoom in gelirsən. Kesip ağlarım. Qazanı çox olmadı, evə götürək bəlkə. Qazan? Hansı balaca? Qazanı bax. Ha bu. Dənizin ticarətində sadəcə balıq və qranit yox, həmçinin pambıq, kofe, tabako, tütün, silahlar, şəkər, immigrants, enslaved people, copper, dəmir, şəkər, çay və kakao da göndərilib. Bu gün də tərcümə yeteneklərimizi Bu gün də gelişdirdik. tərcümə yeteneklərimiz üzərindədir və haralara gedib bu xəritədə görə bilərik. Bir dəqiqə, Avstraliya bak. Bu Australasia. Australasia. Bilgileniyoruz. Bu da maraqlı değil. Məncə də. Ne əlaqə? Mesela bir dənə oradakını oxuyum. Görmədim. Aa, bak burada şey de var. Neyinliklər? The first who begins the colonization of Australia, slave trader. Like something. Bruce. Bax. Deməli deyir ki, itə deyir, şapalaq vur iynə. Var idi. Polis məntəqəsinə gediyinə. Belle histoire, c'est une romance d'aujourd'hui. Il rentrait chez lui. Bugün sizlərlə həmçinin biz istəyirik ki, çox məşhur, çox bilinən, indi çox da istifadə olunmayan, amma vaxtilə imperiya zamanında istifadə olunan hot chocolate, yəni isti şokolad tarifini verəcəyik. Bizim üçün bunda lazım olacaq. Misirdən gətirilmiş kətan toxumu, Orta dünyadan deyəcəkdim, orqalardan gətirilmiş Mediterranean, aralıq ərazilərdən gətirilmiş badamlar, İndoneziya və yaxud da Malayziyadan ola bilən, bizdə nutmeg, Azərbaycanda necə gedir bilmirəm, Google Translate yazdım, muskat qozu çıxdı. Bəlkə o balaca qoz olur, mədə ağrısında istifadə olunur. Muskat qozu deyə tərcümə olunur. Ola bilər, ha. Adını səhv demiş ola bilərəm, üzrlü sayın. Orta, Mərkəzi Amerika və yaxud da Karayib, Azərbaycan dilində Karayib korsanlarındakı Karayibdən gələn qəhvə çəkirdəkləri, qəhvə çəkirdəkləri lazımdır bizə. Eyni zamanda Hindistandan gələn uzun biber, qısa olmaz ancaq uzun olmalıdır. İrandan gələn pistachiolar, yəni fıstıqlar, yaşıl fıstıq.
Yenə Kariblərdən gələn kəlləqənd. Yəni low sugar kəlləqənddir. Orta Amerikadan gələn achiot. Dragon fruit oxşayan, əjdər meyvəsinə oxşayan qırmızı rəngdə meyvənin içidir. Ya da meyvənin özüdür. Biz bilmirik çünki yeməmişik. Ondan lazımdır. Hər qırmızı əlinizə gələndə qatmayın. Şri Lankadan gələn darçın, təzə ağac, mütləq şəkildə darçın ağacı təzə olmalıdır. Eyni şəkildə Aberdindən gələn buradan olan Xüsusilə balıq. Bəli, xüsusilə balığın iyisi də hoppandı onun içinə. Aberdindən gələn kəhrəba daşı içinə bir dənə atırıq, deyə suyun içinə düşməlidir. Üç dənə. Və ən axırıncı ambergris ənbər daşı. Xüsusilə yenə balıq qoxulu olmalıdır. Kofenin əsas tarifi, daha doğrusu isə şokoladın əsas tarifindədir bu. Bunların hamısını götürürük, qarışdırırıq. Həmin gün evə qonaq çağırmırıq. Bu idən nələr ola bilər biz bunu bilmirik. Sonra da içirik. Əgər sağ qalsaq, sonraki tarifləri də sizə paylaşacağıq. Görüşərik. Və bunlardan istifadə edirik deyəsən, bilmirəm. Burada bir poster var. Bu 1928-ci ildə istifadə olunur. Bəli, yayda turlar təşkil olunurdu London, Aberdeen, London arasında və bu turların saatı minimum 36 saat olurdu və 36 saat dayanmadan insanlar turla gedirdilər. Limanlar arasında da bəzən 10 dənə limanda dayanırdılar. Yəni 10 liman 36 saat ərzində əvvəllər Londona, Aberdeenə gəlirdilər. Bu da 1928-in yayında istifadə olunan posterdir. Eyni şəkildə 1935-in yayında da bu şəkildə posterlər istifadə olunurdu və görürük ki, 28-dən 35-ə yolda heç bir şey dəyişməyib. Yenə non-stop 36 saat 10 dənə portda dayana gedirdilər. Getmək olarmış. Maraqlı. 36 saat biraz çoxdur. 2 gün yarım. 2 bag snacklə gedəsən, 3 dənə powerbankla, özü də 1935-də powerbankla YouTube-da vlog çəkmək üçün bunlar lazım ola bilər. Sağ qalsın. Sağ qalsın. Biraz daha köhnə yerə gəldik, dama çıxırıq sanki. Tam olaraq. Burada da rəsm əsərləri var. Burada bir gəmi maketi var. Bura bax. Burada belə bir sandığımız var. Və açar var. Money box. Maraqlı. Burada çıxarıq. İndi ki, bura baxaq. Burada bir gəmi maketimiz var. Buralarda var. Bu da əsl o vaxtdan qalmadı. Ne bu? Tuvalet mi? Bu bilmədim nədir kim olaraq. Orada yazmayıb. Amma bu daşıya bilər də yun bəlkə də. Məntiqli. Ola bilər. O tərəfə keçməzdən bir dənə bura baxaq. Burada xüsusi bir şey yoxdur əslində, amma çıxdım. Gold Pocket Watch. Oo, Nərmin gəl bura bax. Nərmin maraqla və həvəslə kəskin addımlarla gəlir. Oy, bismillah. Mənə dedə burada belə bir şey var. Ay, Ona görə çağırdım da ki. ay qız dəli oldum o kişi. Bu nədir? Sonra, pilisos var. Davay pilisosu tapa. Nədir, nə İşləyir. Paltaryon işləyir. Nice. Sonra burada elektrikli süpürgə. İşləyir. Ona görmürəm. Elektrikli süpürgə var. Nə maraqlı eləyiblər. Xalça da var. En sevdiyim. Bizim çertyoju. Burada belə çertyojlar var. İkincidə görək nə var. 2-də də Open Me. Gəminin başqa çertyoju. Yox, çox çətin görünür belə. Yes. Hələ bu vəbşə detallar. Görək üçüncüdə nədir? Üçüncüdə var. Üçüncüdə Open Me-dir. Details. Mən ən yaxşısı close. Və bizim gəmi muzeyi turumuz sona çatdı. İndi gedirik əsl gəmilərin yanına. Gidiyoruz. Arkada da. Burada şey aktarım lifti. Orada gördüm mü ben o lifti? Bu da lift gördüm ben. Burada da yer var imiş. İçine girebilirsen bu arada. İçine gitsen bağlayayım. Əzab verməksə. Uyuda buna bak. Buna bak buna. Ürəyim sıxıldı o kişi. 38'de buna bak. İşıq yok, bir şey yok. Qutunun içində elə bil. Gəminin içində buna bak. Hayda. Ürəyim sıxıldı. Gözümün 2. Dünya müharibəsində hiss etdim.
İkinci Dünya müharibəsində olsa gəmi savaşlarında belə eləyirdilər. Allah qorusun. Yaxşı ki yoxdur. Gir burada balıq növləri var. Al bunu səni. Gir sən balıq. Bəli, Nailə xanım hal-hazırda Cooper deyirlər də, buna kupe daha doğrusu kupeye girir. Növbəti videolarda Allahım verdi, bağlanmır. bağlanmır. Yox. Onda növbəti videolarda görüşürük. Nailə xanımın kəşf etdiyi balıq türləri. Nailə xanım, oturma yeri yoxdur. Xeyr, Heç bir şey. çıxırıq. Bəli. İndi günəş çıxdı, sevinirəm. Və muzeydən çıxdıq. İndi isə burada belə bir rəsm əsərimiz var. İndi buradan gedirik dəniz kənarına. Bismillah, qorxdum. Bəli dostlar, Aberdin birinci gün vlogu başa çatdı, amma bu sadəcə başlanğıc idi. İkinci və üçüncü günlər üçün gözləmədə qalın. Daha maraqlı seriallar gəlir. Sağ olun.